Instagram statlarında, YouTube Shorts videolarında ve en çok satılan özünün inkişaf kitablarında gördüğün şey stoisizm değil, o bir məhsuldur. Yəqin ki, stoisizmin xoşbəxtliyin, uğurun, hətta korporativ dünyada irəliləməyin sirri olduğunu eşitmisən. Amma sənə desəm ki, bugün sənə satılan stoisizm bir dələduzluqdur. Bir zamanlar təhlükəli, tələbkar və dərin şəkildə dəyişdirici olan qədim fəlsəfənin sulandırılmış, bazara uyğunlaşdırılmış bir imitasiya versiyası. Dözümlülük və fəzilət fəlsəfəsi necə oldu ki, narahat istehlakçı üçün motivasiya qəlyan altına çevrildi? Gəlin pərdəni bir yerdə qaldıraq. Bugün istənilən kitab mağazasına girsən, Daily Stoic, Marcus Aurelius kimi düşünmək, Stoic uğur sirləri kimi adlarla kitablar görəcəksən. Hər biri sənə 10 dəqiqəlik gündəlik dərslərlə tez hikmət, kiçik dozalarda şəxsi inkişaf və rahat düşüncə vəd edir. Amma problem də buradadır. Stoisizm heç vaxt hilələr və ya texnikalar haqqında olmayıb. Bu, iş görüşməsindən əvvəl sakit qalmağı öyrənmək və ya patronun sənə qışqıranda necə dözməyi bilmək üçün deyildi. Stoisizm bütün ruhunu fəzilət axtarışı ətrafında formalaşdırmaq, çətinliklərə dözmək və həyatın qaçılmaz istirabları ilə cəsarətlə üzləşmək idi. Özünün inkişaf versiyası isə bunların hamısını soyub atır. O, stoisizmi fast food'a çevirir. Dadlı, asan və boş. Instagramda gəzəndə Marcus Aurelius statlarını gün batma şəkillərinin üzərinə yapışdırılmış halda görəcəksiniz. Həyatın xoşbəxtliyi düşüncələrinin keyfiyyətindən asılıdır kimi cümlələr Stay strong, be positive hashtaglərinin altında paylaşılır. Amma paradoks buradadır. Marcus Aurelius meditasiyalarını səni Instagramda ruhlandırmaq üçün yazmamışdı. O bunları özünə yazırdı. İmperator olmağın əzici yükü altında sağ qalmaq üçün şəxsi gündəlik kimi. Bu sözləri motivasiya şüarlarına çevirdikdə sən o xam reallığı itirirsən. Sosial media stoiki artıq bir filosof deyil, o bir yaşam tərzi brendidir. Və burada məsələ daha da qaranlıqlaşır. Bəzi şirkətlər kəşf edirlər ki, stoisizmdən idarə etmə aləti kimi istifadə etmək olar. Təsəvvür elə, patronun sənə deyir, uzun iş saatlarından şikayət etmə, aşağı maaşa əsəbləşmə, sadəcə stoik ol, emosiyalarını idarə et. Bu, stoisizm deyil, bu manipulyasiyadır. Stoik prinsiplərini seçmə şəkildə istifadəsi səni itaətdə saxlamaq üçündür. Çünki əgər hər bir ədalətsizliyi nəzarətimdə deyil kimi qəbul etsən, heç vaxt istismara qarşı çıxmayacaqsan. Zəncirdə olsan da gülümsəyəcəksən. Amma həqiqət budur. Stoisizm heç vaxt zülmə təslim olmaq demək deyildi. O, sənin içində elə bir güc formalaşdırmaq idi ki, tiranların, ağrının və ölümün qarşısında belə fəzilətlə yaşaya biləsən. Korporativ versiya isə bunu bir anesteziyaya, yəni keyləşdirici dərmana çevirib. Hətta stoiklərin özləri də bəzən riyakarlıqla mübarizə aparıblar. Sadəliyi təbliğ edən böyük stoik Seneca Romadakı ən zəngin adamlardan biri idi. Filosof imperator Marcus Aurelius hökmranlığının böyük hissəsini amansız müharibələrlə keçirdi. Keçmiş qul Epiktet ruhun azadlığını öyrədirdi. Halbuki köləliyin normal sayıldığı bir dünyada yaşayırdı. Yəni stoisizm həmişə qarma-qarışıq, ziddiyyətli və çətin olub. Amma məhz bu onun mahiyyətidir. O heç vaxt rahat statlar toplusu kimi nəzərdə tutulmamışdı. Səni sarsıtmaq, sirkələmək və səni öz ruhunun döyüş meydanına atmaq üçün idi. Bəs stoisizm əslində nədən ibarət idi? Əsl mahiyyətində stoisizm heç vaxt rahatlıqla bağlı olmayıb. O fəzilətlə bağlı idi. Ağıl, təbiət və cəsarətlə harmoniyada yaşamaqla. Stoiklər inanırdılar ki, xarici hadisələr sənin nəzarətində deyil. Amma xarakterin, seçimlərin və əməllərin, bunlar sənin formalaşdırmaq üçün sahib olduğun yeganə şeydir. Bu, passivliyə dəvət deyil, bu mübarizəyə çağırış idi. Epiktet, ayağımı qıra bilərsən, amma iradəmi yox deyəndə, o, hər ədalətsizliyə səssizcə boyun əyməyi nəzərdə tutmurdu. O bizə xatırladırdı ki, azadlıq zehində başlayır və oradan həyatımıza, mübarizəmizə və müqavimətimizə yayılır. Stoik insan həyatı passiv müşahidə etmir. O daxili dünyanın döyüşçüsüdür. Tale tərəfindən sınsa da sınmamağa qərar verən biridir. Bəs müasir,
saxta stoisizm niyə bu qədər təhlükəlidir? O sənə dözməyi öyrədir, amma nəyə dözməməli olduğunu sorğulamağı öyrətmir. Sənə sakit qalmağı öyrədir, amma cəsur olmağı yox. Sənə zehni rahatlıq satır, amma fəzilət üçün tələb olunan intizamı, fədakarlığı və daxili sərtliyi səndən alır. Bu fəlsəfə deyil, bu keyləşdirmədir və keyləşdirilmiş bir nəsil idarə olunan bir nəsildir. Bir anlıq düşün, əgər cəmiyyətin hər bir fərdi qəzəblənmə, sadəcə nəzarət edə bildiyinə fokuslan deyirsə, belə bir cəmiyyətdə ədalətsizlik sorğulanmadan çiçəklənəcək. Çünki bəzən haqlı qəzəb məhz ehtiyac duyduğun şeydir. O olmadan nə oyanış var, nə müqavimət, nə də irəliləyiş. Həqiqi stoisizm səni ofsunlamır. O sənə uğur və xoşbəxtlik vəd etmir. O səndən daha çətin bir şey tələb edir. Ölümün özünə qorxusuz baxmalı, əzabları ruhun təlimi kimi qucaqlamalı və fəziləti elə bir dərəcədə təqib etmək ki, bu sənin sərvətinə, hətta həyatına başa gəlsə belə ondan vaz keçməyəsən. Bu stoisizmin əsl forması idi. O stoisizm ki, sürgünü, işgəncəni və itkiləri belə dözə bilən insanları formalaşdırırdı. Onlar keyləşdikləri üçün yox, özlərindən böyük bir şeyə bağlı olduqları üçün dözürdülər. Beləliklə özündən soruş. Instagramda bir stoik stata baxanda sən fəlsəfəyə baxırsan, yoxsa fəlsəfənin bəzədilmiş cəsədinə? İndi isə buradan sənə bir çağırış etmək istəyirəm. Stoisizmi fast food kimi istehlak etməyi dayandır. Instagram statları və ucuz özünün inkişaf kitablarının xülasələri ilə kifayətlənmə. Aurelius'un meditasiyalar əsərini oxu. Epiktetin diskursiyalar kitabları ilə mübarizə apar. Seneca'nın ziddiyyətləri ilə boğuş. Stoik estetikasını qəbul etməklə kifayətlənmə. Onun həqiqiliyinə inan. Çünki bugün dünyanın nəzarətimdə deyil deyib, təkrarlayan itaətkar işçilərə yox, nə olursa olsun müqavimət göstərə bilən, dözən və fəzilətlə hərəkət edə bilən insanlara ehtiyacı var. Və səni bu sualla baş-başa buraxıram. Sən stoisizmi, yoxsa onun saxtasını izləyirsən və daha vacibi, sən nə cür stoik olmağı seçəcəksən.